Azərbaycanda qıza uşaqlıqdan ev işi öyrədirlər. Oğlana isə 30 yaşına qədər çayını anası gətirir. Sonra da həmin oğlan evlənəndə ailənin başı olur. Bəs necə? Qız 10 yaşından qab yuyur, ev yığışdırır, yemək bişirməyi öyrənir, qonağa necə xidmət etməyi öyrənir. Sabah ər evinə gedəcəksən cümləsi ilə böyüyür. Oğlana isə çox vaxt deyirlər, qoy uşağın işi deyil, anan edər, bacıların var, kişi ev işi görməz. Sonra həmin oğlan böyüyür, öz corabını tapa bilmir, yeməyi hazır gözləyir, ev dağılırsa görmür, uşaq ağlayırsa eşitmir. Amma yenə də mən kişiyəm deyir. Bu kişilik deyil, bu servisə öyrəşməkdir. Əgər qız uşağına gələcək ailə üçün məsuliyyət öyrədirsənsə, oğlana da öyrət. Çünki evlilik tək qadının layihəsi deyil, ailə 2 nəfərin məsuliyyətidir. Qadın həyat yoldaşıdır, qulluqçu deyil. Kişi ailənin başı olmaq istəyirsə, əvvəl ailənin yükünü daşımağı öyrənsin. Səncə Azərbaycanda oğlanlara ev işi və məsuliyyət öyrədilir, yoxsa hələ də hər şeyi qadından gözləyirik?